Bu videoda texnikanın kalibrasiyasının nə cür aparıldığı izah olunacaq. Bunun üçün əsas ekrandan calibration bölməsini seçirik. Calibration bölməsini seçdikdə altda alt pəncərələr var. Məsələn, ərazi kalibrasiyasını apara bilərik biz. Əsas GPS sistemindən istifadə etdikdə nav kalibrasiyasının düzgün olmağı mütləqdir. Nav kalibrasiyası bölməsinə daxil olduqda burada 4 fərqli kalibrasiya növünü görə bilirik. Birinci sensor kalibrasiyasıdır. Məsələn, hal-hazırda kalibrasiyaların icra olunma tarixlərini görə bilirik. Sensor kalibrasiyası, dead zone kalibrasiyası, p-gain kalibrasiyası və roll kalibrasiyası. Əgər biz texnikanı xətasız istiqamətləndirici xətt boyunca hərəkət etməsini istəyiriksə, o zaman bu kalibrasiyaların icra olunduğundan əmin olmalıyıq. Növbəti videolarda ərazi şəraitində bu kalibrasiyalar bir-bir icra olunacaq və hansı qaydada kalibrasiyanın aparılmağı lazımdır, onlar izah ediləcəkdir.